Selamun Aleyküm Rahmetullah. Değerli Müslümanlar. Yəni bəzi insanlar bu şeylərə rast gəlirlər, belə bir şeyə rast gəlirlər ki, çıxır paltarı yığanda görür ki, ya paltarın, ya hicabın, yaylığın, ya plastinanın qırağından kəsilib. Çox adam bunu diqqət eləmir ki, bu nə olan şeydir belə, bu kim eləyib belə. Məsəl üçün, baxın bu formada məsəl üçün hicabdır. Bu hicabdır da, normal hicabdır. Amma ətəyi bu formada kəsilib. Yəni çox adam belə şeylərin fərqinə varmır ki, bu nə olan şeydir, yəni bunu kim kəsib falan. Əslində bunu nə üçün edirlər? Məsələn, sənə sehr eləmək istəyəndə bunu bir neçə formada etmək olur. Kimsə sənə cadu eləmək istəyirsə, bunu bir neçə formada eləyə bilir. Onlardan biri bu sənin paltarından olunmuş cadudur. Yəni sənin geyindiyin paltardan, üzrsən bu at paltar da ola bilər. Və ya sənə toxunan, ən çox da sənə təmasda edən, toxunan paltarlar hansıdır? Məsələn, yaylıq toxunurmu? Bəli, toxunur. Qadın başına örtür, onu toxunur. Yəni bədəninə təmasda edir. Mayka olur, alt paltar olur və s. Corabı olur. Yəni bununla sehr edib, bundan bir parça götürüb, bununla sehr edib və sənin həyətinə bastıra bilirlər bunu və sənin evində gizlədə bilərlər. Yastığın, balışının içinə qoya bilər və yaxud sənin getdiyin yolda bastıra bilərlər, küçəndə, darvazanın qabağında, misal üçün, əgər həyət evidirsə, bina evidirsə sənə ən yaxın olan ağacın dibində və ya turbanın içinə sala bilərlər. Və yaxud da ki, sənə məxsus, sənin qohumlarından, qan qohumlarından olan bir insanın qəbrinə bastıra bilərlər. Misal üçün, baba, nənə, ata, ana, qardaş, əmi və s. Yəni bunu bunun üçün götürürlər. Yəni əgər görsəz ki, belə bir şey var, paltar götürəndə görürsüz harasa kəsilib, bir hissəsi götürülüb. Bilin ki, böyük ehtimal bunu kimsə edib və sizə yəni cadu eləmə məqsədlə edirlər. Dəqiqən Allah bilir. Və bunun çarəsi nədir? Əgər belə bir şeylə rastlaşsaz, yəni onu batil etmək üçün bu paltarı götürüb, yəni nəyisə eləmək deyək, o qədər də effekt vermir. Nəyə görə? Çünki artıq bunu götürüb bundan sehr edirlər sənə. O sehir sənin ya qapındadır, ya evindədir, ya həyətindədir, ya hansısa bir qəbirdədir. Yəni onu batil etmək lazımdır Allahın izniyle. Lakin bunu da hər ehtimala qarşı rukiyyəli, duzlu su düzəldib batil eləmək olar. Yəni ola bilər ki, o bundan olan bir parçanın da təsirini azaltsın. Hansı götürürlər, ona sehr edirlər, onu da təsirini azaltsın. Lakin belə bir şey halına rastlaşsa Allahın iznindən, yəni onu batil etmək lazımdır. Batil etmək üçün də rukiyyəli su və ya rukiyyəli duzlu su və ya rukiyyəli sirkə düzəldib evə, həyətə, bacaya, darvazaya, çöl tərəfdən, iç tərəfdən, yəni həyətin çöl tərəfinə də, içinə də, evin içinə və s. hər tərəfə yaxşı rukiyyəli su səpmək lazımdır. Və yuxularınıza fikir vermək lazımdır. Yuxularda nə görürsünüz? Ola bilər, əgər dünyasını dəyişmiş insanlardan sıx-sıx görəsi olsaz, o zaman onun qəbrinə səpmək lazımdır. Çox adam sidir düzəldir, sidir tozunu qarışdırır suya və onunla şey deyir, yəni evə səpir, oxuyur, evə səpir, sidir eləməyin. Sidir insan özünə yaxşı təsir edir, bədənə yaxşı təsir edir. Onunla çimirsən, bədəni canlanır, Allahın iznə yaxşı təsir. Amma sehiri falan sidirlə eləməyin. Yəni sidirdə gücləndirmə, canlandırma effekti var da, yəni insan Allahın iznə yaxşı təsir edir, canlandırır insan bədənini rahatlaşdırır, amma sehirə də o effekti verə bilər. O baxımdan sidirlə eləməyin, evə, həyətə, bacaya sidir səpməyin. Duzlu su, acı şeylər, duzlu və ut hindi düzəldib səpə bilərsiniz. Və ya sirkə və ya xudda ki, adi su. Yəni bunları səpməkdə məqsəd də odur ki, harda nəsə varsa, əməl, sehir, Allahın iznən o səpəndə onun üstünə düşsün, o batil olsun. Və ya harasa bastırıblarsa onun üstünə səpirsən, biz bilmirik də hara bastırıblar, həyətdə, evdə, hara atıblar, hara gizlədiblər. Əsasən
ya qapıya eləyirlər, qapının ağzında, ya hansı ağacın dibində, həyət və ev və pəncərəyə yaxın olan ağacın dibində, bu bina evi də ola bilər, bu həyət evi də ola bilər. Ağacın dibinə bastırırlar və əsasən də ağac başlayır qurumağa çox vaxt, yəni bir neçə müddət keçəndən sonra başlayır qurumağa. Yəni məqsəd odur ki, bunun səpdikdə Allahın izni ilə batil olsun. Sözsüz ki, bunların hamısını batil edən Allah Teala'dır. Bu bizim etdiklərimiz, bunlar sadəcə bir səbəbdir. Yəni biz etiqad edirik ki, Allahın ayətləri şifadır, Allahın izni olarsa əgər. Və əgər Allahın izni olarsa, Allahın ayətləri ilə bu şeylər batil olur, gedir. Çünki Allahın ayətləri haqdır, o birisləri batildir. Allah Teala deyir ki, وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ. De ki, haqq gəldi, batil isə məhv oldu, getdi. İnnəl batilə kənə zəhuqa. Həqiqətən batil məhv olmağa məhkumdur. Bu qədər. Allah Teala şər və əhlini müsəlmanlardan uzaq eləsin. Allah Teala kim müsəlmanlarla uğraşırsa, kim zülm edirsə, kiminsə pisliyini istəyirsə, Allah Teala ona hidayət versin, onu islah eləsin. Əgər hidayət olmağa layiq deyilsə, Allah Teala elədiklərini özünə qaytarsın. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi ecmaîn və elhamdülillahi rabbil alamin.